Bugün əmək bazarında işə götürənlər ali təhsilli kadrlarla yanaşı analitik düşüncə, rəqəmsal bacarıqlar, ünsiyyət qabiliyyəti, çeviklik və öyrənmə bacarığı olan insanlara üstünlük verirlər. Və bu səbəbdən gənclərimiz peşə seçərkən gələcəyin tələblərini də nəzərə almalıdırlar. Ağdaşda keçirilən region gənclərinin məşğulluq forumunda bu fikirlər səsləndirilib. Bildirilib ki, düzgün peşə seçimi müasir bacarıqlara yiyələnmək üçün belə platformalar mühüm əhəmiyyət daşıyır. Forumun məqsədi də regionlarda yaşayan gənclərə müasir və gələcək yönümlü peşələrin tanıdılması, xaricdə təhsil və inkişaf imkanları barədə düzgün məlumatların verilməsidir. Panel müzakirələrlə davam edən forum çərçivəsində əmək yarmarkası da təşkil olunub. Bu ölkədə keçirilən sayca artıq 85-ci əmək yarmarkasıdır. Bu tədbirin bir hissəsidir bu əmək yarmarkası. Regionda 60-dan çox işə götürən 500-ə yaxın vakansiya ilə təmsil olunurlar. Və biz arzu edirik ki, bugün burada həm işə götürənlərin region gənclərinin potensialları ilə daha yaxından tanış olması fürsəti əldə olunacaq, həm əmək münasibətləri başlanılacaq. Eyni zamanda bu forumda region gənclərinin gələcəyin əmək bazarına məlumatlılığının, agahlığının artırılmasında böyük bir töhfə verəcək. Bu təşəbbüs Ağdaşdan başlayacaq, amma bütün ölkəmizə hər yerinə yayılacaq və gələcəyin əmək bazarına, gələcəyin rifahlı inkişafına və inkişaf etmiş Azərbaycan gəncinə töhfəni müntəzəm olaraq verməkdə davam edəcəkdir.